Cəlilabad rayon Heydər Əliyev mərkəzində 28 may Müstəqillik gününə həsr olunmuş dəyirmi masa təşkil edilmişdir. Tədbirdə Cəlilabad rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, hüquq mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatların rəhbərləri, ziyalılar və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Tədbir Azərbaycan Respublikasının dövlət himninin səslənməsi ilə başlamışdır. Çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasını tarixi keçmişimizin şanlı səhifələrindən biri kimi qiymətləndirdiyini, mürəkkəb ictimai-siyasi şəraitdə yaranaraq fəaliyyət göstərmiş Azərbaycan Xalq Cümhuriyyətinin demokratik dövlət quruculuğu, iqtisadiyyat, mədəniyyət, təhsil, hərbi quruculuq və sair sahələrdə həyata keçirdiyi işlərin Azərbaycan tarixinin parlaq səhifəsi olduğunu bildirmişdir. Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın siyasi şüur səviyyəsinin, intellektual və mədəni potensialının yüksək istedad və qabiliyyətinin göstəricisi idi. Lakin beynəlxalq aləmdə yaranmış gərginlik, şimalda yaranmış təhlükə nəticəsində Demokratik Respublika uzun müddət fəaliyyət göstərə bilmədi. 1920-ci il aprelin 28-də Sovet Rusiyası tərəfindən süquta uğradıldı. 23 aylıq mövcudluğu dövründə Cümhuriyyət xalqımızda istiqlal və suverenlik duyğularını gücləndirdi. Azərbaycanın yenidən müstəqillik əldə etdikdən sonra 1991-93-cü illərdə mövcud olan xaos və anarxiya nəticəsində müstəqilliyimizi itirmək təhlükəsi ilə baş-başa qaldığı dövrdə ümummilli lider Heydər Əliyevin dövlət quruculuğu sahəsindəki misilsiz xidmətləri sayəsində müstəqil Azərbaycan Respublikası, Azərbaycan Xalq Cümhuriyyətinin taleyini yaşamadı və müstəqillik yolunda dönmədən inamla irəlilədi. Qısa zaman ərzində Azərbaycan dövlətinin hərtərəfli inkişafını təmin edəcək tədbirlər görüldü. Bugün Ulu Öndərin layiqli davamçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Respublikası dünyada sayılıb seçilən beynəlxalq tribunalarda öz sözünü deməyi bacaran bir dövlətdir. Daha sonra Müstəqillik günü haqqında videoçarx nümayiş etdirilmişdir. Cəlilabad Bələdiyyəsinin sədri Vahid Mirzəyev, Cəlilabad rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədr müavini Rza Əliyev, Cəlilabad şəhər 5 nömrəli ümumi orta məktəbin müəllimi Kamilə Əzizova və tarixçi, tədqiqatçı Elşad Əmənov çıxış edərək 28 may Müstəqillik gününün Azərbaycan xalqının milli oyanışında oynadığı roldan bəhs etmiş və Azərbaycan xalqının qürur günü kimi həmişə qeyd olunacağını bildirmişlər. Təsisçi və baş redaktor Rövşən Mehdiyev, operator Elşən Rövşənoğlu.